nə desək də azdır. Ümumiyyətlə, insan dünyaya gələndə ona valideynləri tərəfindən ad verilir. Amma insan ikinci adı qazana bilirsə, o artıq igidlik sallanməsidir. O, hər oğlana qismət olur, hər insana qismət olur. Bugün sənin, təbii ki, adın var, bütün respublikamıza bəllidir. Bizim qəhrəmanımız, Allah canını sağ eləsin. Allah səni xoşbəxt eləsin. Cəmiyyət içərisində, el içərisində düzgün mövqe tutan, salih seçilən nümunəvi ailələrdən olasınız. Sevənlərin gözü ilə bu dünyaya baxanda, qaranı ağ görürsən, zəhəri bal bilirsən. Bir vaxt isə inciyən, sevən ürəklər qovuşur bugün. Niskilləri ram edən yeni misalınız mübarək olsun. Dərgahına üst tuturam, ürəyimi düz tuturam. Min bir arzu söz tuturam, say halımı say yaradan. Sən bu bəyi, bu gəlini xoşbəxtdir ey yaradan. Tarihin çən dumanında, özün saxla amanında. Öz vaxtında, zamanında övlad göndər, yaradan. Sən bu bəyi, bu gəlini xoşbəxtdir ey yaradan. Salih qardaşım, sevib ailə quran gəzlərə Allahın ən böyük hədiyəsi, ən böyük töhfəsi övlad payıdır. Bunu tanıdan arzu eləyək ki, gələrlər bu vaxtı Azər qardaşımızın evindən körpə səsi gəlsin, körpə qırıq çəkilsin, Allah o günlərdən pay versin. Mən ikinci növbədə Yaqub qardaşımıza gözlərin aydın olsun deyirəm. Sən Allah qiymətin soruşma məndən, bədəndə qolumun sağıdır qardaş. Ən çətin günümdə, ağır günümdə arxamın zirvəsi dağıdır qardaş. Allah siz qardaşları var eləsin, gözlərin aydın olsun. Allah balalarına qismət eləsin. Sadiq, mən bir daha siz naziləri, Yaqub qardaşımız başda olmaqla salamlayıram. Bu gözəl ki, münasibətlə sizlərə gözəl deməli verirəm. Bir gün bir oğul anasına sual verir ki, ana, avtobusda gedərkən, avtobus dayanır, 3 nəfər içəri daxil olur. Biri şıxeylağı, biri xanım, biri də qazi. Mən onların hansına yer verməliyəm? Deyir o, təbii ki, xanıma yer verməlisən, şıxeylağına əl verməlisən, Allahın salamı verməlisən. Deyir, bəs qazi, deyir, oğul, biz qazilərə canımızı da versə yazdı. Demirəm, dünyada elə yaşayam, ömrüm başdan başa keftamaq olar. Deyirəm, həyatda daşla daşıyam, təki bu dünyada canım sağ olar. Çağlar gözəl olan bu çağlar kimi, təvim də qaynaya bulaqlar kimi, dayana dövrəmdə o dağlar kimi, dostlar ətrafımda can bazalar. Allah sizlərə can sağlığı versin. Təşəkkür edirik. Allah siz qazilərimizi var eləsin. Yaxşı ki varsınız. Böyük məmnuniyyətə sizləri dinləyirik. Mən bəyəklərim Azər qardaşımızı təbrik elədim. Bizim burada çox dəyərli qonağımız var, qardaşımız var. Bərdə rayonunun yol polis rəisi var, Emin Musayev. Bizim çox dəyərli vətəni üçün, milləti üçün, xalqı üçün öz canını əsirgəməyən, hər zaman onlara diqqət və qayğısını göstərən bir, Allah ona qəmilən rəhmət eləsin, generalımız Rasim Musayev. Kişi öləndə üzr istəyirəm hamınızdan. Kişi odur ki, öləndə onun yas vərəmsində kişilər qalmasın. Biz bu günləri o kişilərdənik ki, o özü bu dünyada yoxdur, amma biz hər zaman onun üçün göz yaşadıq. Allah bütün kişilərə elə bir ölüm qismət eləsin, ölüm haqdır. Hər kəs elə bir kişi olmalıdır. Allah sizləri var eləsin. Bu günlərimdə o nəslin davamçısı var, bizim hər zaman şəhid ailələrimizin, qazilərimizin yanında olan Emin Musayev bu günlərin biz burada qonaqdır. Allah onu var eləsin, söz də verilən bizim dəyərli rəisimizə. Başına qonaq deyilib, Bərdən gəlsin. Biz hamısız yürüyüp görmeyin. Allah'ımızın razı Allah şəhətlərini var. Azər bizim başlarımız. Azər bütün Ramazan'ın biz qohumluq ama qohumluq qoyulan kənara biz dostluq qardaşlarımız. Hər birinin Ramazan'ın olsun. Bizim hamımızın başlarımız. Allah sizdən Allah şəhətlərini var. Birinci soy qəhrəmandır. Sağ olun. Sizlərim çox sağ olun. Efendim çok sağ olun. Değerli teşekkürümüzü bildiriyor. Allah sizlere var eylesin.
Buyurun. Bu gün hamımız üçün şərəfətli gündür, gözəl gündür. Rizvan, sənin gözün aydın olsun. Mən birinci öz kəndimin, cəmaatımın, elimin burada olmaq üçün şərəfət duyuram. İkinci də Allah sənin oğluna cansağlığı versin. Mən onlara bəyət dedim ki, babamla nənəmin o 100 illik kəbirlə onları arzulayıram. Allah onları Azəri sənin gözünü çırağı eləsin, onlara xoşbəxtlik versin. Amin. Mən arzu edirəm ki, gələn vaxtı gələsən, deyəsən ki, Nizaməddin, müdürdən xahiş edirəm, mən burada sünnət eləmək istəyirəm ancaq. Bax, o gün arzulayıram. Sağ olun. Teşekkür ederim. Azər bəyimiz də buyursun. Azər, gəl bura, Azər. Azerbaycan, seni dünya tanıdı bir başa Azerbaycan. Yaşa Azerbaycan, dilimizde düşman var. Yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan. Yaşa Azerbaycan. Sen sağ uğruna uzanır eşadetine leylanıyım. Dövüşen her askeri
Teşekkür